Cəllabadda son illər meliorativ tədbirlərin intensiv aparılması kənd təsərrüfatında məhsul artımına səbəb olub. Cəllabad su meliorasiya sistemlərinin istismar idarəsi əkin sahələrinin suvarılması üçün mənbə olaraq Cənubi Muğan kanalı və 3 ədəd su anbarından istifadə edir. Bunlar İncəçay su anbarı, Cəfərxanlı su anbarı və Göytəpə su anbarıdır. Cənubi Muğan kanalı vasitəsilə 9110 hektar su tutarlarla 1700 hektar, subartezian quyuları ilə 495 hektar olmaqla ümumilikdə 13300 hektardan artıq sahə normalara uyğun olaraq su ilə təmin olunur. Əkin sahələrinin vaxtında itkisiz və səmərəli suvarılması üçün idarə tərəfindən mütəmadi olaraq suvarma kanallarında lildən təmizləmə işləri aparılır. İdarəmizin balanısında 376.6 km suvarma kanalı mövcuddur. Bunlardan 13,1 km boru vasitəsilə 366.6 km açıq kanallardır. Hal-hazırda durduğumuz kanalda lildən təmizləmə işləri gedir. Əkin sahəsinin suvarılmasını yaxşılaşdırması üçün təmizlik işləri aparılır. İçməli suda fasilələrin yaranmaması üçün su xətlərində baş verən qəzalar operativ olaraq aradan qaldırılır. Cəllabad su meliorasiya sistemlərinin içməli su anbarından 9200 abonent buradan içməli su ilə qidalanır. Hal-hazırda suyun verilişi davam eləyir. Masallı Viləşçay su hövzəsindən 32,4 kilometrlik məsafədə D bərabər 710 mm boru ilə su daxil olur içməli su anbarına. 5000 kub tutarı olan su anbarında su zərərsizləşdirərək əhalinin istifadəsinə verilir. Fermerlər hər il olduğu kimi bu ildə əkin sahələrindən bol məhsul gözləyirlər. Mən bir sahibkar kimi bu ilki təsərrüfat ilindən çox razıyam. Kartof sahələrinin bu ilki suvarması həddindən artıq çox mütəşəkkil keçirildi. Ona görə ki, çox qabaqlar mən xatırlayıram. Bir 4-5 il bundan qabaq. Deməli ki, biz susardan çox çətinlik çəkirdik. Son illər susardan heç bir problemimiz yoxdur. Vaxtı-vaxtında suvardıq, məhsuldarlığımız da çox gözəldir. Bununla yanaşı taxıl sahəmiz var, üzüm bağlarımız var. Məsələn, bu il üzüm bağın 3 dəfə demək olar ki, suvarmışıq. O da hamısı bu ilki məsələn suyun bolluğundandır. Qeyd edək ki, Cəllabad su meliorasiya sistemlərinin istismar idarəsi 2026-cı ildə əsaslı təmir planına uyğun olaraq Muğan kanalının 1500 metr hissəsində betonlama işləri nəzərdə tutulub. İlin əvvəlindən 4 ədəd subartezian quyusu, Göytəpə su anbarında 1 ədəd elektrik avadanlığı əsaslı təmir olunub. Bundan başqa 5 ədəd hidrotexniki qurğu, 2 ədəd mülki istehsalat binası, 2 kilometr latok kanal və 4 ədəd nasos stansiyanın cari təmiri aparılıb.